Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün birinci qrup qəbula düşə biləcək suallara baxırıq. Ümumi kimya. Deməli, birinci suala baxaq ilk öncə. Bizə bildirilir ki, maqnezium və kükürt 3-4 kütlə nisbətində birləşir. Yəni, maqnezium və kükürt reaksiya aparırıq və maqnezium S əmələ gəlir. Maqneziumun kütləsi 3 qram olduqda, kükürdün kütləsi 4 qram olur. Bəs kükürdün kütləsi 16 qram olduqda deyir, bəs maqnezium nə qədər olar? Nə qədər maqnezium reaksiyaya daxil olar? Onlar nə qədər? 12 qram. Cavab olacaq B variantı. İkinci suala baxaq. Deməli, bizə bildirilir ki, hansı maddənin doymuş məhlulu durudur? Əgər maddə suda həll olursa, qatı məhlulu yaradır. Maddə suda həll olmursa, duru məhlulu yaradır. Niyə? Çünki elə zənn eləyin ki, sudur həlleciniz. Suyun içinə daş əlavə etmişsiniz. Həmin daş suda həll olmur da, bilirsiniz yəqin ki. Və bu zaman daşla suyu qarışdırırıq. Amma lakin bir neçə saniyə, dəqiqədən sonra daş kristalları çökəcək dibə. Bu zaman su duru qalacaq. Amma bir də var ki, suyu xörək duzu ilə qarışdırırsınız. Xörək duzu suda həll olur. Hər dəfə xörək duzu əlavə etdikcə suyun qatlığı nə edir? Artır. Ona görə əgər maddə suda həll olursa, qatı, həll olmursa duru məhlulu yaradır. Yəni burada bax, kaliumlu, yadda saxlayın belə, natriumlu, NH4-lü və HNO3-lü birləşmələrin hər biri suda həll olandır. Yəni buradan A variantı, C variantını çıxdıq. Sulfat turşusundan HgSO4, sulfat turşusundan stronsium, barium, kalsium, plümbium, gümüş SO4 çıxmaq şərti ilə yerdə qalanlar həll olandır. Burada ferum SO4 həll olandır. Sinkdən də xlorun da 2 birləşməsi suda həll olmur. Gümüş xloridlə plümbium xlor 2. Bunlar çöküntülər yaradır. Burada yəni sink xlor 2 çöküntü deyil, suda həll olan. Cavab olacaq burada D variantı. Çünki D variantı çöküntü olduğu üçün suda həll olunur. Üçüncü suala baxaq. Deməli, üçüncü sualda bizə bildirir ki, hansı maddənin suda həll olması eksotermikdir? Duzların həll olması endotermikdir. Qələvilərin, qazların, suda həll olan turşuların və s. həll olması eksotermik prosesdir. Yaddan çıxarmayın. Duzlar suda parçalanaraq həll olduğu üçün ona görə də parçalanma da endotermik proses əks etdirir. Amma qələvilərin, qazların həll olması isə eksotermik prosesi əks olunur. Burada eksotermik prosesləri soruşduğu üçün 2 karbon qazıdır, 4 xlorid qazıdır, 5 isə oksigen qazıdır, 2, 4, 5 olacaq cavab burada. Dördüncü suala baxaq. Deməli, bizə burada deyilir ki, eyni kütlədə, eyni qatlıqda kalium xlorla gümüş nitrat verilir. Kalium xlorun üzərinə gümüş nitrat əlavə edirik və buradan alınır nə uşaqlar? Gümüş xlorid, bilirsiniz ki, ağ rəngli çöküntüdür və kalium nitrat. Burada sizə bildirilir ki, qarışdırdıqda alınan yeni məhlulda hansı duzlar qalar? Ümumiyyətlə, çöküntü məhlulda qalmaz. Çöküntü məhlulda qalmaz. Məhlulda qalan burada nə olacaq? Məhsullardan biri, yəni kalium nitrat və başlanğıclardan hansısa biri, bunu hələ bilmirik. Bizə burada deyilir ki, fikir verin, burada yazıb ki, eyni kütlə. Eyni kütlə dediyi üçün burada A yazaq, burada A qram yazaq. Kalium xlor 74,5-dir. Gümüş nitratdakı nə qədərdir uşaqlar? 170 qramdır. A-nı 74,5-ə böldükdə daha böyük rəqəm alınır, nəinki A-nı 170-ə böləndə. Ona görə də qabın içində A bölü 170 tam sərf olunacaq. Yəni kalium xlorda isə tam sərf olunmayacaq, artıq qalacaq. Ona görə də qabın içində qalan maddələr hansı olacaq? Kalium nitratdan kalium xlor, yəni bunlar məhlulda qalacaq. Yəni 1-lə 3 məhlulda qalar. 5-ci suala baxaq. Deməli, bizə burada bildirilir ki, 400 qram 20% duz məhluldur. 400-ün %20% nə qədər eləyir? Uşaqlar, 80 qram deməli, bunun içində nə var? Duz var. 320 qram nə var? Bəs su var. Və bizə burada bildirilir ki, neçə qram su buxarlandırmaq lazımdır ki, 40% məhlulansın. 320-dən bir x qram su buxarlandıraq. Onda 40 omeqamız bizdə neçə faizdir? Burada 40%dir.
40% bərabərdir. Maddə bölünsün, 80 bölünsün, məhlul. Məhlulumuz nə qədərdir uşaqlar? Baxın. Bir yerdə cəmi. 400 üstəgəl, daha doğrusu çıx x vurulsun 100. Biz buradan bunu hesablasaq, burada 3 dənə sıfır olar. Burada 16, yanında 3 dənə sıfır olar. Çıxılsın 40x olar. Burada 8000 daha doğrusu bərabərdir 40x-ə. X-imiz də bərabərdir neçə? Bu sıfırlar atacağım. Eləcə 200. Yəni suyumuz 200 olsa, bizim məhlulumuz 200 qram su buxarlandırılsa, biz 40% məhlul ala bilərik. Sonrasında yoxlaya da bilərsiniz əlbəttə ki. Yəni bunlar sadə suallar kimi gedir. 6-cı sualda bizə bildirilir ki, 50 qram MiSO4 kristal hidratı var əlimizdə. Deməli, MiSO4 vurulsun 5H2O. Deyək ki, 50 qram MiSO4 kristal hidratı var. İlk öncə buranın 50 olduğunu biz bilirik. Və deyək ki, 200 qramda 9% MiSO4 məhlulu üzərinə əlavə edilmişdir. Yəni, bu məhlulun üzərinə MiSO4 əlavə olunub. MiSO4. Məhlulu dediyi üçün MiSO4 ilə nə əlavə olunub? Yəni, su əlavə olunub da. Məhlul deyəndə, axı, məhlulun içində su ilə MiSO4. Gəlin, baxaq, görüm. 200-ün içində neçə qram duz var, neçə qram su var. 9% deyirsə, 200-ün 9% deyirsə, 18 qram MiSO4 var. 272 qram da su var. Biz bunu bildik. İndi gəlin baxaq görüm 50 qram məhlulun içində nə qədər MiSO4, nə qədər su var. Normalda buranın MiSO4-ün ümumi qramı nə qədərdir? 250. 250-nin içində nə qədər şey var? MiSO4 160 qram. Bəs neçə qram su var? 90 qram su var. Normalda baxırıq ki, 250 qram kristal hidratda 160 qram duz varsa, bəs 50 qram məhlulda kristal hidratda nə qədər duz var? X. Sonra 250 qram məhlulun içində 90 qram su varsa, bəs 50 qram məhlulun içində nə qədərdir? X-dir. Biz buradan bunu hesabladıqda uşaqlar 160-ı 5-ə böləndə 32 qram. Biz tapdıq ki, bizim MiSO4-ün 32 qramdır burada. Suyumuzu isə 5-ə böləndə burada neçə eləyir uşaqlar? 18 qram. Və 18 qram da burada 50 qramın içində də 18 qram su olduğunu biz bildik. Zaten 50-dən 32 çıxıb da 18 tapa bilərdik. Və bizim əlimizdə MiSO4-ümüz nə qədərdir uşaqlar? Bizdə burada MiSO4. Burada 18'dir. Biz suyumuzu bayaq neçə tapmışdıq? Burada 272'də bunu tapmışıq. İndi bizə deyir ki, burada alınmış məhlulun qatılığını hesablayın. Yəni, omeqanı deyir, hesabla yeni məhlulda. Yeni məhlulda maddələrimiz nə qədərdir? 32 üstəgəl 18. Eləcə 50. Bəs məhlulumuz nə qədərdir uşaqlar? Bax, 32 üstəgəl 18, 50. 50 MiSO4'dür. Və 18 üstəgəl 272. 300 də buradır. 300 edirdi, elə deyilmi uşaqlar? 272 üstə gəlinsin 18. 300 də bura. Yox, daha doğrusu üzürlü sayın. 200-dən 18 çıxanda 172-dir. Burası səhvən 272 yazmışam. 172-nin üstə də 18 gələndə olacaq burada neçə? 200. Vur 100. O da bərabərdir. 50 bölünsün 250 vur 100. Bu da edir 20%. Yəqin ki, aydın oldu. Bu qədər sadə. Əslində çətin bir məsələ deyil. Sadəcə biraz mərhələli məsələdir. Diqqətli olmağınız lazımdır. Sonra keçdik 7-ci suala. Bizə deyir ki, yodun spirtdə tam həll olması. Bu deməkdir ki, MX-imiz yoddur. Həlledicimiz isə spirtdir. Yodumuzun kütləsi 4 qramdır. Spirtimizin hələ kütləsini bilmirik. V-imiz 0.12, bizim 120 milli verilir, bax orada. 120 millidir. 120 millidir. Rho-muz isə 0.8-dir. M-i tapmaq üçün neyimiz olacaq? 96 qram.
Onda biz buradan omega tapmaq üçün 4'ü bölərəm. 96 üstə gəl 4'ə vuraram 100'ə. O da edəcək 40%. Bu qədər sadə bir sual, 7-ci sual. 8-ci suala baxaq uşaqlar. Deməli 50 qram 40% duz məhluldur. 50 qramın içində biz bilirik ki 20 qram duz var. 30 qram isə su var. Və doymuş ələ gətirmək üçün neçə qram suyu 10 qram, doymuş ələ gətirmək üçün 10 qram suyu buxarlandırılır. 30'dan 10 qram su buxarlandırırsan 20 qram su qalır. KH da bərabərdir. Maddə bölünsün, yəni 20 bölünsün su, maddə bölü su vur 1000. O da bərabərdir elə 1000'ə. Cavab olacaq Y variantı. 9-cu suala baxaq. Deməli, maddəmizə nə qədər verib? 5. Suyumuz 20 qramdır. Omega bərabərdir. Maddə bölünsün. Məhlul 25. Vurulsun 100. O da edəcək 20%. Omegamız 20%. Bəs məhlulumuz nədir? Məhlul nədən təşkil olunub uşaqlar? Maddədən bir də sudan. Yəni 20'dən olacaq 25 qram. Bu X-dir bizdə, bu da Y-dir. Çox sadə bir sualdır. Çətin bir sual deyil. Qarşılıqda heç 10-cu sualda qarşıdırılan maddələrin kütlələri nisbətinin X, Y-i müəyyən elə. Deməli, baxın uşaqlar, burada böyüyündən kiçiyin çıxırsınız. 20'dən 10 çıxdıqda nə qədər eləyir? 10%. Burada yazım. Aşağıda X, Y nisbəti deyil. 20'dən 10'a çıxanda Y-imiz olacaq 10%. 40'dan 20'in çıxanda neçə eləyəcək? 20%. Bu da 2'nin 1'ə nisbəti. Cavab olacaq neçə? D variantı. 11-ci suala baxaq. Bizə deyir ki, həll olunma misalı 250'dir. Yəni KH-mız 250'dir. Duzun 50 qram doymuş məhlulunda. Sənə məhlul deyirsə, bilməlisiniz ki, suyumuz nə qədərdir KH-ın yanında? 1000. 1000'dir. Onda məhlulumuz isə nə qədər olacaq uşaqlar? 1250. Yəni 1250'nin içində uşaqlar 250 qram maddə var. 1000 qram nə var? Su var. İndi əgər 1250 qramın içində 250 maddə varsa, bəs 50 qram məhlulun içində nə qədər maddə var? Bunu 5'ə böləndə eləyir. Neçə qram uşaqlar? Bunu 5 eləyəcək burada. 5'i də 50'ni də 5'ə böləndə 10 qram eləyəcək. Deməli 10 qram nə var? Duz var içində. Cavab olacaq A variantı. 12-ci suala baxaq. Deyir ki, doymuş məhlulun kütləsi 240 qramdır. 240 qramın içində həll olan maddə isə 40 qramdır. 240 qram məhlulun içində 40 qram duz maddəsi varsa, 200 qram nə var uşaqlar? Su var. Buradan da KH-ı tapmaq üçün maddəni bölürəm. Maddəmiz 40'dır. Bölürəm suya, 200'ə, vururam 100'ə. O da edəcək 20%. Daha doğrusu 20. 100 daha KH 1000'dir 200'ə daha doğrusu. Cavab olacaq C variantı. 13-cü sual. Məhlula turşu əlavə etdikdə hansı duzların hidrolizi zəifləyər? Ümumiyyətlə, turş mühitin üzərinə turşu əlavə etdikdə mühit zəifləyər. Əsası mühitin üzərinə əsas əlavəsi hidroliz zəifləyər. Turş mühit olanlar burada hansılardır? Yəni, bax, 3-cü olar, bir də 4-cü olar. 3-cü və 4-cü hidroliz zəifləyər. Çünki turş mühit əmələ gətirir.